Buyurun, əlbəttə. Ərəb dili, bilirsinizmi, dünyanın ən zəngin dillərindən, ön sırada gedən dillərdən biridir. Ələl xüsusda bir klassik bir mənbənin tərcüməsindən söhbət gedir. Aydındır. Bu, ərəbşünas olmaq demək, Quranın müfəssiri olmaq, tərcümə eləmək demək deyil. Aydındır. Bu nəinki İrşad müəllim, yaxud mən, bizim heç müəllimlərimizin müəllimləri də o ərəb dilinin o xüsusi incəliklərinə o dərinlik qədər vaqif ola bilməyiblər. Ərəb dilçiləri olub, bizdə Ələsgər Məmmədovu deyirik, Vasif Məmməd Əliyevin özü də hətta etiraf eləyirdi, tərcümələrinin hamısında yeni nəşrlərdə yeni fikirlər əlavə edir. Aydındır, sözsüz, mən o mənada soruşmadım. Amma bax, burada ciddi məsələdir. Məsələ ondan ibarətdir ki, Quranın yüzlərlə, minlərlə təfsirləri yazılıb dinləyə kimi. Ərəb dilini, hətta ərəblərin özləri də dili mükəmməl bilmirlər. Yəni, o orta əsrlərdə istifadə olunan klassik ərəb dilinin incəliklərini biləsən ki, bir əşyanın 21 adı var. Onu sən biləsən ki, Quranda hansı işlənibdir. Yəni, bu biraz asan məsələ deyil. Bunun üzərində qurmayaq məsələni ki, kim dili hansısa bir ölçü vahidi götürək, hansı dərəcədə bilir, hansı dərəcədə bilmir, bu başqa məsələ. Fazıl müəllim dedi ki, Elşad Miri dili bilmir. Yox, mən o fikrə qatılmıram. Yəni, hərə öz səviyyəsinə görə, öz bildiyini meyara görə bu dili bilir və öz, necə deyirlər, o formada da şərhini verir. İkinci bir tərəfdə, burada müəyyən müxtəlif ziddiyyətli fikirlər səsləndirildi. Mən bilmirəm, hansından başlayayım bu məsələ. Hansından ürəyiniz istəyir? Bu seyidlik məsələsi filan, bu qat-qarışıq oldu hamısı. Hər şeydən öncə deyim ki, bu kimi mövzulara biz bax bu cür canlı yayımlarda və yaxud müxtəlif yerlərdə mövzu açıb danışırıqsa, mən elə bilirəm ki, İrşad müəllimin mövqeyi də o cürdür. Hansısa məzhəbin gözü ilə yox, hansısa subyektiv nəzərdən yox, ümumi İslam prizmasından obyektiv nəzərdən baxmalıyıq. Hətta xalqımızın ənənələrini və müxtəlif əqidələrin olmasını da nəzərə alaraq bu şeylərə biz diqqət etməliyik. Yəni, subyektiv hərənin özünün bir etiqadı inancı ola bilər. Amma da elə haqq mənimkidir, məndən başqa hamısı batildir, bu formada olmaz.